Peygamberimiz sallallahu aleyhi ve sellem buyurur. Ümmetimden elə insanlar çıxacaq ki, onlar haramları halala çevirəcəklər. Onlar zinanı, kişilər üçün ipək geyimi, spirtli içkiləri və musiqi alətlərini halal edəcəklər. Yer üzərində bir müsəlman alim belə sizə Beyoncé, Madonna'ya, Michael Jackson və bənzərlərinə qulaq asmağa icazə verməz. Bu qətiyyən mümkün deyil. Musiqilər açıq-saçıq, əxlaqsız, vulgar ifadələrlə, söyüşlərlə doludur. Sizi insanlıqdan çıxardır. Allah subhanahu wa ta'ala Quranda şeytana belə deyir: onları səsinlə yoldan çıxart. Musiqi şeytanın ən güclü silahlarından biridir. O cəmiyyətə öz mesajlarını vermək və qəlbləri körlamaq üçün bu silahdan istifadə edir. Onlar hətta bunu öz musiqilərinin sözlərində itiraf edirlər. Məsəl üçün Eminem My Darling trekində. Qaranlıq cəhənnəmin alovu dərinliklərdən çıxacaq. O ruhunu şeytana satmaq istəyənləri udacaq, onları salamlayacaq. Allah Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur: mənim qövmümdən bəziləri şərab içəcək, bir-birlərini başqa adlarla çağıracaq və musiqi alətləri onların başları üzərində olacaqdır. Lakin Allah onları hüsrana uğradacaq, onları meymun və donuza çevirəcəkdir. Onların başında musiqi alətləri olacaq. Peyğəmbərin zamanında bunun nə demək olduğunu kim başa düşə bilərdi? Amma biz bugün onları hər yerdə görə bilərik. Qovulmuş şeytanın şərindən Allaha sığınıram.